Ona görə də əzizlərim, mərifətullah məqamı bu işin içində çox önəmlidir. Yəni mənə bu gözü kim vermiş, bu nəfəsi kim vermiş, bu oksigeni kim vermiş, bu elmin içərisində olan baş verən bu proseslər mənə kim vermiş, kimyəvi reaksiyalar kim yaratmış, mənim üçün həyatı kim kolaylaşdırmış, kim rahatlaşdırmış. Yəni bu arxa planda biz bunları Allahı görmək üçün öyrənməliyik. Amma bugün Allah'ı inkar edən bir sistem qurulub, Allah'ı inkar edən bir modelin içərisində biz əriyi baxıb gedirik. Sonra da baxırıq ki, yəni problem üstünə, sıxıntı üstünə. Əlbəttə Allahsız bir yaşama quranken Allah o yaşama huzur verərmi? Rahatlıq, kolaylıq, asanlıq verərmi? Yəni təsəvvürlə gəlmirsən əzizim. Rəhbərliyin belə deyək ki, bir universitetə daxil olmusan, rəhbərliyi nəzərə almırsan, dekan, rektor nəzərə almırsan, universitet içində keyfə gözəl gəlirsən, keyfə görə dərsə girib çıxırsan. Səni orada saxlayarlar, uzaq başı deyirəm 3-5 dərs saxlayarlar, bəlkə də bir semestr saxlayarlar, yuxarıda gələn tanışın ölmər. Yəni dolayısıyla hədsizliyi heç kim tahammül eləyə bilmir, heç kim götürə bilmir. Yəni sən də gəlmirsən bu kainata, Allah Azza və Cəllənin kainatında hədsizlik edərək, inkara saparaq başlamısan əstəğfurullah, Allahsızlıq paradigmalarını insanları da saptırmağa. Ona görə də dünya pozula mənfəətkar bir dünyaya çevrildi. Allahu Taala'nın qoyduğu qərarları, qanunları və bizim üçün planlaşdırdığı konfigurasiyaları yaşamayıb tətbiq etmədiyimiz zaman özümüzdən uydurduğumuz bütün tətbiqlər bumerang kimi sonuçta bizim başımıza bəla olaraq qayıdır. Ona görə də bu bəlanın qayıtmaması üçün canlarım mütləq ilahi sistemə, ilahi frekansa keçiş insanlıq üçün ən böyük qurtuluş çarəsidir. Hələ də dünyanın insanlığın çöküşünün olduğu bir dövrdə.